Deyirlər təhsil artıq rəqəmsallaşıb. Dərslər sistemdədir, materiallar sistemdədir, imtahanlar sistemdədir. Amma bəzən belə bir sual yaranır. Sistem bizə xidmət edir, yoxsa biz sistem uyğunlaşırıq? Bugünkü sualımız budur. Rəqəmsal təhsil prosesi asanlaşdırır, yoxsa nizamı formada qarışdırır? Bumerang başladı. Suallar atılır, cavablar bu dəfə eləməsindən qayıdır. Studiyamızda universitetdə görünməyən, lakin hər şeyin işləməsini təmin edən bir sahənin rəhbəri var. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elektron Təhsil və Monitorinq şöbəsinin rəhbəri Cəfər Sadıqzadə. Xoş gəlmisiniz Cəfər müəllim. Xoş gördük. LMS sistemi arxada işləyir. Məqsədimiz işləkliyini qoruyaraq problemlərin minimum görünməsidir. Elektron təhsil və monitorinq şöbəsi dedikdə çoxları sadəcə sistemə baxırlarmış kimi düşünür. Bəs sizin işiniz nədən ibarətdir? Əslində məqsəd sadəcə elektron jurnal, qiymətləndirmə məsələsi deyil. Ümumiyyətlə tələbənin universitet həyatındakı bütün prosesləri oradan aparmaqdır. Ona görə də adını biz LMS şəklində, yəni standart şəklində saxlayırıq ki, bu tələbənin bütün öyrənmə idarə etmə sistemini orada saxlayacaq. LMS artıq tələbə həyatının bir hissəsidir. Amma bəzən elə hiss olunur ki, LMS bizi izləyir. Bəs sizcə, LMS bizə nə qədər nəzarət edir, nə qədər kömək edir? Təbii ki, hər yeni başlayan bir sistem kimi müəyyən xətalar və yaxud da ki, məntiqdən kənar görünən hadisələr olması öngörüləndir. Bu, hardasa qeyri-mümkündür ki, olmasın. Amma nəticə etibarilə sistemin son işlək halında hər bir şəxs istifadəçi üçün, istər müəllim, istər tələbə üçün hər bir proses daha əlçatan və daha sürətli olacaq. Tələbə üçün LMS qiymət, davamiyyət və material deməkdir. Bəs sistemin arxa tərəfində nə baş verir? Sistemin arxa tərəfi bütün təhsil qanunvericiliyi, universitetin daxili nizam-intizam qaydaları, elmi şuranın qərarlarının hər birini özündə saxlayan bir məntiq silsiləsini belə deyək, həyata keçirir. Buna uyğun olaraq da tələbə oradan müraciətlərini uyğun şəkildə apara biləcək. Cəfər müəllim, bəs dərs cədvəlində və ya sistemdə kiçik bir səhv belə böyük qarışıqlıq yarada bilir. Siz bu kimi halların qarşısını necə alırsınız? Bu kimi halların qarşısını almaq üçün əslində həmin situasiyanın bizim başımıza gəlməsinə ehtiyac yoxdur. Bayaq da vurğuladığım məsələ, biz bunların hamısını öncədən nəzərdə tuturuq, amma buna baxmayaraq təbii ki, burada bir insan faktoru da var. İnsan faktoru qeyri-ixtiyari olaraq səhvlərə etməsi mümkündür və təbii ki, yenə də digər yoxlayan da insandır. Sürətli şəkildə reaksiya verə bildiyimizi düşünürəm. İmtahan sessiyası tələbələr üçün stresslidir. Bəs sizin üçün necədir? İmtahan sessiyasının əslində stresli olması tələbələrdə həmin fənlərdən uğurlu keçib-keçməməsi ilə əlaqədardır. Universitetin onunla bağlı stresi sadəcə günlərə uyğun yükün düzgün paylanıb-paylanmaması ilə əlaqədar olduğunu düşünürəm. Əgər imtahan sessiyası öncədən bütün detalları ilə planlaşdırılsa, 2025-2026 tədris ilinin qış semestrində olan imtahan sessiyasında biz bütün detalları planlaşdırdıq və düşünmürəm ki, orada universitet tərəfdə hər hansı bir stres yarandı. Təbii ki, tələbələrdə bu stres normaldır, biz onu normal qəbul edirik və tələbə yönümlülüyü qorumaq üçün tələbə tərəfdən gələn təklifləri də gələn imtahan sessiyalarında nəzərə alacaq. İmtahanların ədalətli keçməsində sistem hansı rol oynayır? Bu gün hər bir prosesdə ədaləti qorumaq üçün insan faktoru var. Amma gələcəkdə də bəzi detalları daha sürətli həyata keçirmək üçün süni intellektin oraya inteqrasiyası mümkündür. İstər apellyasiya, istərsə tələbənin hər hansı bir yazdığı nəticəni, yəni sualın cavabını süni intellekt müəyyən qiymətləndirmə aparacaq və bu şəffaflıq da tələbə tərəfdə məncə görünəcək. Tələbə və müəllim üçün sistemlərdən istifadə həmişə asan olmur. Bəs bu adaptasiya prosesi necə idarə olunur? Mən deyə bilərəm ki, artıq son 2 ayda istər fakültə səviyyəsində, istər kafedra səviyyəsində müəllim və idarə heyətinə təlimlər dayanmadan keçirilir. Tələbələr tərəfdə isə tələbələrimizin sayının çoxluğunu nəzərə alaraq onları təlimə cəlb etmək, həm onların gündəlik məişət həyatından saatlarını azaltmaq deməkdir. Ona görə də biz düşündük ki, hər hansı bir prosesi videolaşdırıb sosial şəbəkələrdə paylaşaq və bizim LMS üçün YouTube kanalımız var. Burada tələbələrə elan olunub, istənilən əməliyyat
hansı ardıcıllıqla, hansı menudadır. Bu da düşünürəm ki, tələbələrə əlçatandır. Yeni LMS və rəqəmsal həllər tətbiq olunur. Sizcə gələcəkdə təhsil daha çox sistem üzərindən qurulacaq? İstənilən halda təhsilin elektronlaşması deyəndə burada sadəcə proseslərin yüngülləşdirilməsi nəzərdə tutulur. Məsələn, tələbə akademik transkriptini məncə LMS üzərində alsa yaxşıdır. Çünki o evdə və yaxud da bir həftə sonu da bu akademik transkripti almaq istəyə bilər. Amma bunun üçün iş gününü gözləməməli və fakültə rəhbərinin boş vaxtı olub-olmamasını gözləməməlidir deyə düşünürəm. İstənilən halda tələbələrin əldə edə biləcəkləri məlumatları LMS üzərindən əldə etsələr, onlar üçün daha rahat olacaq. Rəqəmsal sistemlərdə təhlükəsizlik çox vacibdir. Bəs bu sahədə əsas risklər nədir? Özüm bir kiber təhlükəsizlik mütəxəssisi kimi deyə bilərəm ki, sistemin ən başından ən sonuna qədər, istər girişdə, istərsə də hər hansı bir əməliyyatların aparılmasında icazələr minimum səlahiyyət prinsipi ilə həyata keçirilir. Yəni, müəllim nəyi görməlidir, tələbə nəyi görməlidir, kafedra rəhbəri, fakültə rəhbəri, hər bir şəxs nəyi görməlidir, nəyi redaktə etməlidir. Bu minimum səlahiyyət prinsipi ilə həyata keçirilir və istər texniki səviyyədə, istərsə də məzmun səviyyəsində bütün təhlükəsizlik tədbirləri alınıbdır biz tərəfdən. Bəzən tələbə deyir, sistemdə görünmür. Bu cümlə sizin üçün nə deməkdir? Bu əslində ucu o qədər boş bir cümlədir ki, onun detallarını aydınlaşdırmaq üçün bəzən 5 dəqiqə, bəzənsə yarım saat vaxt getdiyi doğrudur. Amma yenə də bunu vurğulamaq istəyirəm ki, bu sistemin hələ bir neçə aydır Azərbaycan Dövlət Neft Sənaye Universitetində tətbiqidir. Düşünürəm ki, semestrin sonuna və növbəti semestrə bu tip suallar minimuma yenəcək və yaxud da ümumiyyətlə olmayacaq. Cəfər müəllim, son olaraq ideal rəqəmsal təhsil sistemi necə olmalıdır? İdeal bir rəqəmsal elektron və yaxud da ki, belə deyək, təhsil sistemində müəllimlər, tələbələr, kafedra səviyyəsində əməliyyatı aparan şəxslər, fakültə səviyyəsində əməliyyatı aparan şəxslər, universitet daxilindəki struktur bölmələr istənilən datanı oradan istənilən vaxtı götürməyi məncə bacarmalıdırlar. Çünki bu bizim gündəlik fəaliyyətimizi daha effektiv aparmağımıza imkan verir. Yoxsa əks halda proseslər, digər ali təhsil müəssisələrindəki təcrübəni də nəzərə alaraq deyirəm, nisbətən daha zəif gedir. Bir nəfərdən digər bir nəfərə müraciət, onun o məsələni araşdırıb geri dönməsi prosesi bəzi hallarda çox uzun çəkə bilir və bu da hər hansı bir datanı əldə etmək istəyən şəxs üçün çox çətindir. Cəfər müəllim, təşəkkür edirik. Təşəkkürlər dəvətiniz üçün və bu bumeranqı təşkil etdiyiniz sağ olun. Bugün gördük ki, rəqəmsal təhsil sadəcə bir platforma deyil. Bu nizam, şəffaflıq və düzgün işləyən sistemdir. Suallar bumerang kimi atıldı, cavablar bir dəfə sistemdən qayıtdı. Unutmayın, yaxşı sistem görünmür, lakin hər şeyi hiss etdirir. Görüşənə dək. Tələbə müəllim... Neçə sualdır? 11 sual 6 dəqiqə. Rəqəmsal sistemlərdə... Qabaqcadan məlumat verdiniz, mən də sürətləndirdim. Cəfər müəllim, son olaraq ideal bir... Rəqəmsal təhsil... Əslində ürəyimiz doludur, amma